Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi və bu elm ocağının Yeni Azərbaycan Partiyası Gəncə şəhər 2 saylı ərazi təşkilatı tərəfindən Yeni Eraya Addım Azərbaycanın Süni İntellekt Strategiyası 2025-2028 mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada açılış sözü ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri akademik Fuad Əliyev bugünkü toplantının müasir dünyanın, xüsusən Azərbaycan kimi sürətli inkişaf yolunu seçmiş ölkələrin qarşısında duran ən aktual məsələlərdən olan süni intellekt və onun tətbiqi sahələrinə həsr olunduğunu bildirib. O, ölkə rəhbəri cənab İlham Əliyevin 19 mart 2025-ci il tarixli Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyasının təsdiq edilməsi haqqında sərəncamının müddəalarının, eləcə də bu xüsusda Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətinin müvafiq qərarlarının elmi ictimaiyyət qarşısında böyük vəzifələr qoyduğunu diqqətə çatdırıb. Akademik Fuad Əliyev ölkə həyatının iqtisadiyyat, mədəniyyət, elm, təhsil, səhiyyə və digər bu kimi sahələrinə yenicə nüfuz etməkdə olan süni intellekt anlayışının mahiyyətinin dərindən dərk edilməsi və onun hazırki anın gündəliyinə və sürətlə sabahki həyatın reallığına çevriləcəyi faktına tam hazır olmaq baxımından alim və tədqiqatçılar üçün bu cür tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dəyirmi masanın müzakirələrinə giriş sözündə Gəncə bölməsi Yeni Azərbaycan Partiyası Gəncə şəhər 2 saylı ərazi partiya təşkilatının sədri Vüsal Eminbəyli, elmi-texniki tərəqqi və müasir dövrdə xüsusilə aktual olan süni intellekt məsələlərinə dair ölkə prezidentinin qərar və sərəncamlarının mahiyyəti haqqında danışıb. Sonra dəyirmi masanın müzakirələri dinlənilib. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Əli Muxtar Muxtarov, Prezident İlham Əliyevin süni intellekt strategiyası, elektron xidmətlər şöbəsinin müdiri Fərhad Mirzəyev, Azərbaycanda süni intellekt, dövlətin rəqəmsal gələcəyi, Humanitar Tədqiqatlar İnstitutunun ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyə Quliyeva, milli mənəvi dəyərlərin qorunmasında süni intellektin rolu, bölmənin elmi kitabxanasının müdiri Vüsalə Hüseynova, süni intellekt və elmi məlumatlar, beynəlxalq əlaqələr şöbəsinin müdiri Simuzər Qəfarlı, süni intellekt yaradıcılıqmı, yoxsa saxtakarlıqmı, Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin kiçik elmi işçisi İlahə Əsədzadə, tarixi araşdırmalarda süni intellektin rolu və Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi Nigar Verdiyeva özünün ilk elmi məruzə debütü kimi süni intellektlə insanlığın sərhəddində adlı mövzular üzrə çıxış ediblər. Dəyirmi masa iştirakçıları öz sual və təkliflərini səsləndiriblər. Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri akademik Fuad Əliyev maarifçilik xarakterli bu tədbirin olduqca maraqlı və faydalı keçdiyini qeyd edib və iştirakçılara minnətdarlıq bildirərək bu mövzuda görüşlərin davamlı olmasını tövsiyə edib. Toplantıda həmçinin Gəncə bölməsinin Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş əməkdaşlarının vəsiqələri təntənəli surətdə təqdim edilir. Onlar yük dəstələri ilə təbrik edilir. Bilirəm ki, kandidat müdafiə edəsiniz, kandidat elmlər namizədə olasınız. Allah sizi xalqımıza çox görür. Belə qalın, işləmət edədir. Sağ olun.